Salam dəyərli izləyicilər, hər vaxtınız xeyir olsun. Bugün sizin üçün mövzu sınaq 20-nin izahatını paylaşacağıq. Mövzumuz Teymurilər dövləti və Osmanlı dövləti haqqında olacaq. Suallarımızı keçid alaq. Burada qeyd edirik ki, Böyük Monqol dövlətindən fərqli olaraq deməli Osmanlı və Teymurilər dövləti Avropa qitəsində meydana gəlmişdi. Monqol dövlətindən fərqli olaraq Osmanlı dövləti Avropa qitəsində meydana gəlmişdi. Bu təbii ki, yanlış olar. Macarları məğlub etmişdi. Macarları Böyük Monqolda məğlub edib. Akıncı adlanan süvari qoşunu var idi. Bəli, bir də C-ni götürə bilərik. İkincisinə baxırıq Teymurilər dövləti. Azərbaycandakı hakimiyyətinin Qaraqoyunlu dövləti son qoydu. Deməli, Azərbaycandakı hakimiyyətinə Böyük Monqol dövlətinin fərqi var. Azərbaycanda hakimiyyəti Qaraqoyunlu dövləti son qoydu. Bu yanlışdır. Bu Sədrud döyüşü 1408-ci ildə baş verən döyüşdən sonra baş vermişdi. Ona görə də A yanlışdır. Bu da dövlət deyildi. Paytaxtı Herat şəhərinə köçürmüşdülər. Bəli, Böyük Monqol dövlətinin paytaxtı Herat şəhəri olmayıb. Yəni, bu Teymurlərdən fərqli cəhətidir. Çinə yürüşləri baş tutmamışdır. Bəli, Teymurlər Çinə yürüşlər etməmişlər. Deməli, sualın doğru cavabı C və BC B variantında verilmişdir. Digər bir suala baxsaq, Teymuri Şahrux və Osmanlı Sultanı 2. Mehmet üçün ortaq cəhət Ağqoyunlarla müharibə aparmışdı. Şahrux Ağqoyunlarla müharibə aparmayıb. Baharları himayə etməsi deyək ki, aid olmaz. 2. Mehmetdə aidli yoxdur. Dövlətin keçmiş qüdrətini bərpa etmələri, yəni qüdrətli dövrlərdir. Bunu da aidliyi götürmürük. Paytaxt şəhərinin dəyişmələri ola bilər. Çünki Şahrux paytaxtı Herat şəhərinə köçürüb, 2. Mehmet də İstanbul şəhərinə köçürüb. Ona görə də burada doğru cavabımız D variantı olar. Digər bir suala baxırıq. Əmir Teymurun 1398-ci ildə hücum etdiyi ərazini xəritədə göstərin. Təbii ki, Dehliyə hücum edib. Dehli Hindistanda yerləşir. Bir rəqəm göstərmiş ərazidə. Burada da A variantında verilib. Digər bir sualda qeyd edilir ki, verilənlərin neçəsi deməli Şah Əmir Teymurun 1-ci Səlimlə oxşarlığıdır. Yəni, 1-ci Səlimlə Əmir Teymurun yürüşü. Cənubi Qafqazı hər ikisi yürüş edib, bəllidir, götürə bilərik. İşğalçı müharibələr neçə ərazilərini genişləndiriblər, hər ikisi. Azərbaycanın işğalını başa çatdırmaları, bunun Səlimə aid deyil. Sultan titulunun daşımaları, Əmir Teymur Sultan titulunu qəbul edib, doğrudur. Şimali Qafqazda ərazilərin ələ keçirilməsi, deməli, bu yanlışdır. 3 doğru cavabımız olur. Burada da D variantında uyğun cavabı verə bilərik. Növbəti 5-ci suala baxsaq, burada qeyd edilir ki, Orxan Qaziyə aid deyil. Dövlətin ərazisi inzibati cəhətdən deməli, paşalıqları və sancaqları bölünməsi doğrudur. Bizdən yanlış istəyir. Bursa şəhərinin mühasirəyə almağa başlaması, bu yanlışdır. Bu Bursa şəhərinin Orxan Qazi deyil, Osman Qazinin dövrünə mühasirəyə alınıb. 14 illik müqavimətdən sonra tutulub. Deməli, tutalım doğru cavabı B variantı. Digər paytaxtı Bursa şəhərinin köçürülməsi, Azərbaycanı babanın onun köməyinə gəlməsi, Maltepe döyüşü, bunlar hamısı aid olan xüsusiyyətlərdir. Yalnız B aid olmayan xüsusiyyətlərdir. Digər 6-cı suala baxaraq Osmanlı dövlətinin paytaxtının Ədirnə olduğu dövrə aid olmayan hadisəni müəyyən. Ədirnənin paytaxt olduğu dövrə aid olmayan deyir. Ədirnə 1362-dən 1453-ə qədər paytaxt şəhəri olub, yadda saxlayırıq bunu. Bəyazidin Avropada xassız yəngəvələrin Birləşmiş Qüvvələrin məğlubiyyətə uğratması, deyək ki, Niqbolu döyüşü, bu düşür, yəni götürmürük. Kosova döyüşündə Serblərin yenidən məğlub edilməsi, deməli, 1-ci və 2-ci Kosova döyüşü, bir də baxaq, 1402-ci isə Ankara döyüşündə Teymurlərə məğlub olması, 1402-dir, bu da düşür. Bayandurlar sülaləsi Həsən bəyi məğlub etmələri. Həsən bəy, deməli, Bayandurlar sülələsindən olan Həsən bəyin məğlubiyyətə uğradılması. Həsən bəylə deyək ki, biz qeyd edək ki, 1461-ci ildə Qoylisar döyüşü baş verib. Burada Həsən bəy qələbə qazanmış. Beyşəhərdə bu 1472-ci ildə olub. Həminki dövrdə, yəni bu tarixə düşmür. Doğru cavabımız C variantı olar.
Bayanlara sülaləsinin Həsən bəyi məğlub etmələri doğrudur. Baharlı sülaləsinin nümayəndələrinin bir müddət Teymurdan qorumaq üçün sığınacaq verməsi. Bəli, bu da doğrudur. Məsələn, Baharlı sülaləsinin olan Qara Yusifə sığınacaq vermişdi. Doğru cavabımız C variantı. 7-ci suala baxırıq. Uyğunluğu müəyyən edin. Teymur intibahı cərayinin əsası qoyuldu Teymurun dövründə. Bu Teymur yürüyüşləri Çingizxana fərqli olaraq iqtisadi məqsəd daşımırdı. Deməli, Çingizxana və əslində iqtisadi məqsəd daşıyırdı. 2 yanlışdır. 2-ni olan variantları çıxırıq. Uluqbəyin dövründə Osmanlı ilə münasibətdə siyasi əlaqəli üstünlük verilirdi. Bu doğrudur. Amma 3 yanlış göstərilib. Teymur dövləti Monqol dövləti kimi inzibatiyyətin uluslara bölünmüşdü. Deməli, 4 doğrudur. Burada yanlışın altında üçün 4'ü də çıxacağıq biz. Deməli, sualın doğru cavabı olur 1 və 3 A variantı. Digər bir suala baxsaq, Axunların Heratı ələ keçirməsi ilə Teymurlərin paytaxtda Herat keçirilməsi aralığında baş verən hadisələrdən deyil. Heratı ələ keçirməsi 474-də baş verib. Teymurlərin paytaxtda Heratı ələ keçirməsi isə Şeybanilərin Teymurlərin paytaxtda Heratı ələ keçirməsi. Şeybanilər deyək ki 1507-ci ildə buranı tutublar. Deyək ki, indi bu aralıqda baş vermiş hadisələrin deyil. Böyük Moğol dövləti yaranması. Bunu götürə bilərik çünki bu düşmür 1526. Avropa Hun dövlətinin yaranmasını da götürə bilərik çünki 4-cü əsrin 70-ci illərinə yaranıb. Xələzlər sülaləsi düşür 1320-ci ilə qədər də düşür. Göytürk xaqanlığının Kirə parçalanması 588-ci ilə düşür. Gelibolu'nun Osmanlı tərəfinə ələ keçimi 1354-cü ildə bu da düşür. Hadisələrdən deyildirsə, burada A variantı uyğun cavab olacaqdır. Növbəti 9-cu suala baxsaq, burada qeyd edir ki, aşağıdakı cədvəldə hadisələrin hansını yerində dəyişsək, düzgün xronoloji ardıcıl alınır. Osmanlı Sultanlığı İslam dünyasının xəlifəsi titulunu daşımaya başlaması Səlimin dövründədir. 1520-ci illərdən götürülür, ümumiyyətlə 20-ci illərdən. Viyananın ilk dəfə mühasirə olması 1529. Süleymanın ilk dəfə Təbrizi ələ keçirməsi 1534. Kipr adasının fəth edilməsi deməli olub 1569. Osmanlı Ziqetvar döyüşü isə 1566-cı ildə baş verdiyinə görə biz burada aydın şəkildə görə bilirik ki, 4 ilə 5-in yerində dəyişsək düzgün xronoloji ardıcıl alınır. Deməli, Y uyğundur. 10-cu sualda Əmir Teymura aid olmayan hadisənin müəyyən edin. Hələb və Şam şəhərlərinin ələ keçirilməsi, Cəlalləri məğlub etməsi, Əmir Hüseynlə ittifaq bağlayır, Oğlu Teymura qarşı mübarizə aparması. Yanlış cavabımız budur, çünki bu hələ deməli Teymurlər dövləti mövcud deyil. Teymurlər dövlətinin olmadığı deməli dönəmi yaşayır. Saray Bərkəni ələ keçirib, Terekli çay döyüşə Deyli Sultanlığına da hücum edib. Ona görə biz C variantını uyğun götürəcəyik. 11-ci sualda Böyük Monqol və Teymurlər dövləti üçün oxşar cəhət ola bilməz. Azərbaycanın işğalına başa çatdırmaları çatdırıblar. Delhi Sultanlığına hücum ediblər. İnzibatiyyətin uluslara bölünüb. Şirvanşahlar dövlətinin asılı salması olub. Deyək ki, Şirvanşahlar dövlətinin. Sonra Cəlalilər dövləti ilə mübarizə. Cəlalilər dövlətinin mübarizəni götürə bilmərik. Çünki bu Böyük Monqol dövlətinə aid ola bilməz. Çünki Cəlalilər dövləti özü də 1340-cı ilə yarandığı üçün Böyük Monqol dövləti 14-cü əsrdə artıq parçalanmışdı. Ona görə də bu sualın doğru cavabı yalnız 5 Y variantı olar. 12-ci suala baxırıq. Sultan Səlim və Sultan Süleyman üçün ortaq cəhət Səfəvilərlə müharibənin aparması. Bəli elə. Ortaq olmayan cəhətdirsə biri götürməliyik. Afrikada ələ keçirməsi düzdür. Təbriz şəhərini ələ keçiriblər. Siyam dünyasının xəlifəsi olması düzdür. Səfəvilərlə sülh müqaviləsi. Məsələn, bunu biz Sultan Səlimə aid etməliyik, amma Sultan Süleyman Amasya müqaviləsini imzalayıb. Ona görə də Y uyğun cavabdır. 13-cü sualda deyir, Sərbədarilər hərəkatının yatırılması 1366, Toxtamışın Teymura məğlub olması 1395, Ankara 1402,
Delhi Sultanlığın deməli Əmir Teymurun hücumuna məruz qalması isə 1398-ci ildə. Aydın burada görə bilirik ki, burada deməli Əmir Teymurun hücumuna məruz qalması, Ankara döyüşünün baş verməsi, Delhi Sultanlığının Əmir Teymurun hücumuna məruz qalması 1398, Ankara 1402. Deməli, burada 3 ilə 4-ün yerini dəyişsək, düzgün xronoloji ardıcılıq alınır. Burada deyik, xronoloji ardıcılığı müəyyən edin. Deməli, olar burada 1, 2, 4, 3. 1, 2, 4, 3 də A variantında göstərilib. 13-cü sualda və 14-cü suala baxsaq, burada deyir ki, xəritədə rəqəmlə işarələnmiş şəhər haqqında verilmiş məlumatlardan neçəsi doğrudur? İşarələnmiş ərazi İstanbul ərazisidir, yəni Osmanlı, Konstantinopol. 4-cü əsrdə ayrı-ayrı vaxtlarda fərqli dövlətlərin paytaxtı olub. Fərqli dövlətlərin paytaxtı olub. Roma imperiyasının paytaxtı olub. Yəni başqa bir 4-cü əsrdə başqa hansı dövlətin paytaxtı olub, yəni bu aid deyil. İlk dəfə olaraq 1453-cü ildə Osmanlılar tərəfindən tutulmuşdur. Xeyr. Bu da yanlışdır. İlk dəfə, yəni Xasır yürüşlərində də tutulub, yəni ona görə də ilk dəfə deyil. Peçeneglərin hücumuna məruz qalmışdır. Bunu götürə bilərik, məruz qalıb. Müqəddəs Sofiya məbədi bu şəhərdə yerləşir, doğrudur. 4-cü Səlib yürüşü əslində bu şəhərdə planlaşmışdı. Xeyr, əslində bu şəhərə deyildi, Misirə planlaşdırmışdı. Lakin bu ərazidə yürüşdü. Deməli, burada 2 doğru cavabımız olur, C variantı. 15-ci sualda qeyd edilir ki, Osmanlı dövlətinə aid olan xronoloji ardıcığı müəyyən edin. Osmanlı dövləti 1302, Paşalıqları və Sancaqlar bölünməsi Osman Qazinin dövrünədir. 1329-dan başlayır. Qaracahisar qalasının fəth edilməsini götürə bilmərik, çünki bu Osmanlı dövlətinə aid deyil. Çirmən döyüşü isə 1371-ci ildə baş verib, bunu götürürük. Deməli, burada uyğun cavabımız olar A, B və D. A, B, D, Y variantında göstərilib. Digər bir sualda Böyük Monqol dövlətinin Xubilay xanın dövrünə aiddir. Sibirin işğal olunması xeyr, Şərqi Sibir Çingiz xanın dövrünədir. Müstəqilliyinə son qoyulması da yanlışdır. Cənubi Çinin işğalını başlayacaq. Bəli, Xubilay xanın dövründə paytaxt Pekinə köçürülür. Cənubi Çinin işğalı olundu. C variantı uyğundur. 17-ci sualda daha sonra baş vermişdir. Fatih II. Mehmet tərəfindən qanunlar toplusunun yaradılması 1476, Niqbolu 1396, Trabzonun fəthi 1461, Mehmet Fatih ləqəbi qazanması, Fatih İstanbulun fəthindən sonra da 1453, Hülaku xanın Anadolu Səlcuqları üzərinə hücumu etməsi 14-cü əsrə aiddir. Daha sonra baş verən hadisəni qeyd edirsə, burada olacaq Osmanlıların Trabzonu fəth etməsi. Çünki digərlərinə baxsaq, Qanlar toplusu 1476-dır. Daha doğrusu A variantı uyğun gəlir. A. Yəni bu 1476, 1396, 1461, 1453, 14-cü əsr. Deməli, burada A variantı uyğun cavabdır. 17-ci sualda və növbəti 18-ci suala baxsaq, burada qeyd edilir ki, Teymur və Şahrux üçün ortaq cəhət istəyir. Əmir Hüseyni məğlub etmək. Əmir Hüseyin, yəni dövlətçiliyə aid isə Əmir Hüseyni götürmərik. A olan variantlar harda görsək, deməli, ləğv edirik. A variantını çıxırıq. Saray Batını tutub, Teymurdur bu. Birini götürürük, biri. Dövlətin sonuncu hökümdarı olmaları, bunların heç birinə düşməz, sonuncu hökümdar deyildilər. Deməli, C olan variantlara da çıxsaq, burada bir variant qalır ki, bir də D variantı, 2-də isə Y olur, yəni D variantıdır. 19-cu suala baxsaq, Səlcuqlar və Teymurlərə aid olan, deməli, burada deyir ki, ümumi cəhət, Şirvanşahlar asılı Allah salmaları. Elə cavabımız budur, çünki Səlcuqlar 1066-cı ilə, Teymurlər də asılı alışmasının 1-ci İbrahim dövründə deyək ki, asılı vəziyyətə salmışdılar. Ona görə də elə A variantı uyğun cavab olar.
20-ci sual dövlətin paytaxtını Herata köçürdü. Qızılordu dövləti normal münasibətləri qurdu. Bu Şahruxa aiddir. B variantıdır. Dinlədiyiniz üçün təşəkkür edirik. Videonu bəyənməyi və kanala abunə olmağı unutmayın. Növbəti mövzuların izah etmək belə deyək ki, məqsədi ilə gələn görüşədək.